Hər kəsə salamlar əziz dostlar. Bu gün Kart Simulator 2-yə davam edirik. Bu gün Kart Simulator 2-də bir günümüz var. Bu gün nə günümüz var? Həm də ki bir işimiz də var deyə bilərik. Çünki bu gün Kart Simulator 2-də aləm başında bu gizəmi eləyirdi. Bu Kart Simulator 2-də biliyorsunuz kimi hamı bu evi paylaşırdı. Çiftlik evi. Bu çiftlik evdən deyənə görə səslər gəlirmiş. Bəlkə də bunu bir çoxu paylaşmışdı. İndi mən də eləyəcəm. Gah nəsə məndə də o işə yarayacaqmı? Yəqin ki yarayar. Çünki elə o ki evdən səslər də eşidilirdi. O səslər yenicədə bu evdən eşidildi. Bu gün bu evə doğru gedir o Kart Simulator 2-də. O da hansı maşını alsaq? Gerçi bu maşını alır o qarajda, amma mən başqa bir maşına getmək istəyirəm ora. Burada bir BMW-miz var deyə. Elə bundan bir dənə yaxşı görək ora. Baxaq görək bu evdən nələr gələcək, nə səslər gələcək. Böyük bir işimiz var. Bu evə doğru bir işarə ataq görək. Bu tərəfdə naviqasiya işarəsi gəlmir. Yəni şəhərin içindən göstərir yolu. Ora doğru heç nə göstərmir. Bax, burada da bir off-road garajı var. Buradan kısırlaşda alacağım. Buralara daymasaydım. Yaxşıydı, dadaydı. İndi bu evdən səslər gəlirmiş deyilənə görə. Ora baxın. Hələ o canavar orada durur. Bir də baxacaq buradan çıxa bilirik ora. Ora buradan çıxamır oraya. İndi bu evdən səslər gəlirmiş. Səslər nəsə bir səs gələcək buradan. Aha ora baxın. Pəncərədən də evin içi girəcəndə görürsən, buradan da o canavarı görə bilirik. Pəncərənin içindən olsa görə bilirik. İncə səs gəlir evdən. Qapını açın bir. Hazırda elə bir səs gəlmir qulağımıza. Baxın burada bir qoca qarı bir qoca bir nənə var, amma çox qorxuldu. Böyle səslərə bura qoyubdular. Amma belə bir şey var, bizi bura çıxartmır. O problem var, bizi bura çıxartmır. Niyə? Çünki burada bəlkə canavar var, ona görə bəlkə bizi bura çıxartmır. Kamera işarəsi başqa minəndə çıxılmış. Əvvəldə da kamera işarəsi var idi axı. Mən biraz evə yaxınlaşıram, evə. Burada da yaxınlaşam. İndi burada dururuq, durub baxın. İndi kamerayla evinin içinə giriş eləyirik. Şimdi görək. Məndə də olsa nəsə soxulur. Məndə də soxulmayacaq. Amma yenə bir dənə eləyək görək. Bu evin bir problemi var. Pəncərədə o qoca nənəni gördük. Elə bir ki orada qorxulu bir canavarı gördük. Amma bizi o problem var ki bura çıxartmır. Yəni ki orada bir nənə var, ona görə çıxartmır. Buradan da çox heç nə görsənmir ki.
Mən maşını elə yerə saxladım ki, gəlməmişdim elə bir şəhərə. Bax, yenə bir səs çıxacaq evdən. Elə o ki, bir dənə evdən səs də gəlirdi. Heç eləməmişəm, nəsə deyirmişəm. Elə bir ki, evdən səs də gəlirdi. Amma indi o səs məs yoxdur öydə. Niyə yoxdur bilmirəm, yəni bu evdən səs gəlir, amma yoxdur. O səs bizə gəlmir hal-hazırda. Mənə gəlmir o səs. Bu işin bir səbəbi olmalı. Yəni bu evdən nə oldu şuna bura bax. Nə səbəbdir? Buna baxın. Ara koltuğa minəndə kamera çıxmırcasını eynən sürücü koltuğuna otursan ki, kamera işarəsi tutsun. Əvvəl elə deyildi, amma bu iş. Bura baxaq indi bir dənə. Bax. Amma bəzi gəmilərə bu pəncərədən baxa bilərik ha. Aha, buradayıq. Aha da mən də buradan baxıram evin içinə. Yaxşı, bu tərəfdə pəncərəsi var. Bu tərəfdə pəncərəsi yoxdur. Buradan içəriyə bir az da olsa baxaq görək. De baxın, burası hal-hazırda həmin o evin içidir. Baxın, burası evin içidir. Baxın, buradan görsəniz. Pəncərədən bir dənə baxaq buraya. Başı pəncərə bir işə yarayacaq. Yaxşı, burada da bir dənə pəncərə var. Mesela var ya Forda. Burası taxta tam qabağını bağlayıqdır. Görənmirəm ki, burada bir taxta var. Ekranı biraz aydınlataq. Nasıl görə bir susuz oradaydı, bir orada heç nə yoxdur. Yeganə cəmaət buradakı pəncərələrdən də baxa bilərdi. Çünki evin içindəki kamera ilə də baxa bilirdi o, amma elə də eləməli deyil idi o. Buradan pəncərədən də baxa bilərdi o. Siz yer gələndə buradakı pəncərədən də bir dənə baxın. Bəlkə pəncərədən bir dənə çıxa bilər, amma mən hal-hazırda pəncərədən də açıqcası heç nə görmürəm. Yo. Axşama kimi pəncərəyə belə baxaq istəyirik kəralda. Yox. Bildiyin yəni yox hə. Buradan ola bizə çıxasmır. Nə nərdiyəndən çıxa bilsən, nə də bir şey. Qətiyyən heç nə mümkün deyil. Ala yox. Oradakı pəncərədən o canavarı görənmədik. Yox, ala yox. Gözüm çox da çalışmadan bu biraz işıq azaldaq. Azaldaq da, amma mən yenə də o canavarı görənmədim. Bilsən niyə görə? Sadəcə olaraq deyəsən burada baş var. Baş var ümumiyyətlə burada, dayan görək. Başda bilmirsən, bədəni də var, nəyi var, anlamadım ki bu canavarın. Sadəcə olaraq buradakı pəncərədən baxa bilsən, o biz pəncərələrdən yəni heç nəyə baxanmadıq. Bu pəncərədə heç köməkçi olmadı bizə. Məsələn, qalsa buradan evin içinə nə tər girə bilərsən ki? Yaxınlaşdırmır, canavarın olduğu tərəfə yaxınlaşdırmır. İstəyə bir olsa canavarım o tərəfdən çox görənmədi.
Amma bizdə həmişə bir taktik var idi. Biz o zaman taktiği idi. İndi edirsə baxın. Buradan biraz buradan maşını götürək. Hansını götürürsəm? Kimi. Bentley'i götüreceğim. Ben o qapısını açın. Havanın qapısını açın. Oradan miniblər. Belə eləməsəm də olar da. Yəni burada belə gətirək. O evin gizemini araştırmağa çalışırıq. O evde bir gizem ola bilər. Onu araştırmağa çalışırıq. Baca nasıl bir səs gəlib eləyir. Siz bu Offroad bölgəsindən ev gətirmisiniz. Mən də bir villazat bilmişdim. Elə bilmiş Offroad bölgəsindən keçən filmdə villazat gələsidir bilmişdim. Hələ bir dənə qorxulu bir ev gətirdilər Offroad bölgəsinə. Bunlar nətər yapımcıdır. Pəncərələrdən də heç nə görənmədiyiniz ki. Nə eləyəndən də çıxanmırsan? Bentley'in o tasak kazandı. Bentley'in yanına bir yaxınlaşıb. Gerçekten dolaşıp oradan BMW'nin içine sızar. Hadi yani rol çıktı. Amma işe yaramadı. Niye ki? Yok yine çıkanmadı. Yaxşı, bu beni yönlendirer. Beni Flying Screw BMW'nin yanına bir sürüklüyor ama onu da birinci başta kapısını açmak lazım böyle. Şey mesela minip en azından baka da bilərsən. Onu açdı. Şimdi buradan BMW'ye minir. Doğruca. Aha. Dayan. Düşdük. Yəni buradan bir şeyler biz en azından olsa görə bilirik. Yeniden bir tane furman açırıq. O şəllik faizi biraz da faiz sözler ama eyb yoxsa faiz sözcəsi heç olmaz. Sonuçta biz bir cizəm eləyirik burada. O yüzden buradan aşağı düşə bilərəm. Hala da buradan da maşınlamaya bilsən. Bu ne işdir belə? Orası evin bayaq olan çıxış yeridir. O birisi pəncərəsi, bu da bu birisi pəncərəsi. Arkaya getməyə düşə bilərik yoxsa. Orada bir şey var, orada taxtaya bəzə baxın, orada göstərir orada. Baxın orada nəsə var, diqqətli baxın. Elə bir ki burası oradakı pəncərədir. Burası pəncərə, burada taxtda burada bir şey var. Yəni o.
heykəli dal ola bilər, dal tərəfi. Heykəlin həm dal tərəfdə ola bilər, ya da başqa bir şey də ola bilər. Ay düşdüm aşağı. Ay. Başım bu yerdən açıyla ona bir səs gəlmədi. Bəlkə də bir əsasdan açılması bir səs gəlir öydən. Biraz səslər gəlir. Aynen. Təpədə də vertolyot uçuruyor onun səsi. Vertolyot sıranıydı aynı sənin də. Vertolyot biraz bize mani olmasa yaxşı. Uzaklaş. Şey. Çox da səs gəlmir əslində. Baxım nə tərəf palazda. Ay qoydular bura. Ört qapısını. Yenidən bir də kontrol elə. Yoxsa da bir yana səs yoxdur da qayıdacağım. Abi yani çok da ses yani eğer ses biraz az gelir. Ha dur burası pencere. Buradan da gelebilir ses. Burada ne palazlar var. Neyse dostlar yavaş yavaş bitiyor görmüş olsun. Umarım videonu beğendiniz. Yani pencerelerden de canavara tam baktık göre bilmedik çünkü bir tane tahta var idi qabzım. Hem o tahta biraz bize mani oldu. Hem de normal her şeyde baka bilmedik. Belki şimdi burada bir tane bir şey var. Maşının direksiyonunu oradan bir minmeye çalışın. Ay mı oynayırıq biz burada? Ben anlamadım ki bu nədir? Bu evin gizemi bir türlü de olsa. Yani deyəsən biraz səs gəldi ama elə bir biraz ama səs eşitdim ama sonradan səs gəlmədi. Siz də bu işte nə yön görürsünüz? Ha bugün bunlar yaman mənim aşağı soğukları. Görmüş olduğunuz kimi bu günümüzün də sonu. İnşallah videonu beğendiniz. Yəni bu tarz videolara davam edəcəyik yox çünki indi bu yeni ev araşdırmağa gəlmişdik. Az çox səs gəldi, amma sonradan səs gəlmədi. Hamı çəkmişdi bu videonu, yarısına gəlir, yarısında yox. Baxacaq. Sonraki videolarda görüşmək üzrə.